Peyğəmbərdən gəlirdilər, soruşurdular: "Yəsəlunəkə anis-sa'a." Ya Peyğəmbər, qiyamət haçandır? Soruşurdular. Ta qədimdən bu qiyamətin nə vaxt olmağı bütün insanların marağında olub. Hamı elə soruşub ki, bu qiyamət nə vaxt olacaq? Bu dünyanın yaradılmasını biliblər bu dünyadır, yaşayırıq. Amma nə vaxt bu dağılacaq? Bunu hamı o vaxtdan Peyğəmbərin dövründən cəmaət gəlib İxlas.biz. Hətta bir ərəb olub Peyğəmbərdən soruşdu. Dedi: "Ya Resulallah, qiyamət nə vaxt olacaq?" Ayə gəldi Peyğəmbərə: "Qul, o insanlara de, ilmuha ində Rabbi." Onun elmi ancaq Allahın yanındadır. Onu heç mən Peyğəmbərəm, mən də bilmirəm. Məsləhət bilsə biləcəm, bilməsə bilməyəcəm. Ərəb gəldi, soruşdu ki, "Ya Resulallah, qiyamət nə vaxtdır?" Peyğəmbər vaxtın demədi. İndi demirəm bilirdi, bilmirdi, o da qalsın bir kənara. Amma vaxtın demədi. Başını saldı aşağı, qalxızdı, dedi ki, "Ərəb, sən ki qiyamətin nə vaxt olacağından soruşursan, de görüm qiyamətə nə hazırlamısan, nə ilə getəcəksən ora?" Yəni Peyğəmbər demək istədi ki, ay insan, sənə maraqlı olan qiyamətin nə vaxt olması deyil, sənə maraqlı olan qiyamətə nə cür getməyindir. Sən ora nə cür getməlisən? Sən gərək onun marağında olasan, onu gərək soruşasan ki, mən ora nə cür eləməliyəm, nə azuqə toplamalıyam, ondan sonra nə yığmalıyam ki, orada mənim dərdimə dəysin. Onun haqqında maraqlanmalısan. Amma sən gəlmirsən ki, qiyamət nə vaxtdır? Tutaq ki, sabahdır. Sonra nə olacaq ki? Maraqlı sən gərək bunu axtarasan. Şeytan insanı yoldan nə cür çıxarır? Şeytan insanı o cür yoldan çıxarır ki, insana lazım olan məsələ nədirsə, onun haqqında maraqlanmır, gedir lazımsız şeylərin haqqında başlayır maraqlanmağa. Peyğəmbər də istədi o insanın diqqətini çəksin öz tərəfinə ki, sən qiyamətin nə vaxt olacağı haqqında maraqlanma. Sən maraqlan ki, ora nə cür getmək lazımdır. İndi deyirlər, gələn ay dünya dağılacaq. Cəmaət da dükan bazarda şam qoymayıb. Ki, birdən qaranlıq olar, deyirlər 4 gün, 5 gün qaranlıq olacaq. Birdən yandırmağa bir şamımız olsun da. Allah Teala deyib, iman yandır, bunlar gedirlər şam alıb. Allah Teala buyurub, ora imanla get, iman topla, bu gedir şam yığır toplayır. Azuqə nədir? Bu başqa şey. Bunlar hamısı bizim sözlərimiz ki, Allah Qur'an-ı Kərimdə buyurur. Bunu bilmək ona məxsusdur. 1, 2, İmam zaman gəlməyincə heç nə olmayacaq. Bunu Qur'an deyir, buna inanan yoxdur. Müsəlmanların bədbəxtçiliyi buradadır ya. Bir dənə keşiş o biri dünyanın o başından bir dənə söz deyir, hamı düşür qorxuya. Hamı da başlayır dediyimiz kimi şam almağa. Amma Qur'an-ı Kərim gecə gündüz insanlara deyir ki, bax qiyamət olacaq, imam zaman gələcək, dünya düzələcək, sənə orada dərdüvə dəyən imandır, azuqə təqvadır. Bunların haqqında heç maraqlanan yoxdur, əhəmmiyyət verən də yoxdur. Mən o keşişin o sözünə təəccüblənmirəm. Mən təəccüblənirəm bizim müsəlmanlara ki, bunlara nə olur? Bizim əlimizdə Quran bizə həqiqətlərdən xəbər verir. Deyib onu Allahdan başqa heç kəs bilməz. Qaldı ki, dünyanın dağılmağına ona da arxain olun. Dünya dağılmayacaq, əksinə düzələcək. İmam zaman gəlməsə hara dağılır dünya? O dünyanı gəlib düzəldəcək. Hədislərdə var, zamanun zəhəbiyyun, qızıl dövr gələcək. Zaman gələcək, qızıl dövr gələcək. Bəziləri bunu əfsanə bilirlər. Amma keşişin sözün həqiqət bilirlər. Bunlar həqiqətlərdir ki, Allah Teala Qur'an-ı Kərimdə bizə xəbər verir. Hətta hədis var Peyğəmbərdən buyurur, əgər dünyanın ömrünə bir gün qalsa, sabah dünya dağılacaq, bir gün qalır. Allah Teala həmin günü o qədər uzadacaq ki, Peyğəmbər buyurur, mənim nəslimdən olan vədəsi verilmiş Məhdi gələcək, yer üzündə haqqı, ədaləti bərpa edəcək, ondan sonra dağılır, dağılsın, dağılmır, dağılmasın. Bu bir günü Allah o qədər uzadacaq. İndi nəsə bir təbii hadisə ola bilər, günəş tutala bilər, nə bilim, nə ola bilər, olar heç. Amma qaldı ki, həyat dayansın, dünya dağılsın, imam zaman gəlməmiş, İmam zamanı gözləyir bütün dünya. Xristiyan, Yəhudi, müsəlman, insanlar heç. Təbiətin özü imam zamanı gözləyir. O axan çaylar imam zamanı gözləyir. O dalğalanan dəryalar imam zamanı gözləyir. O sıldırım qayalar, dağlar imam zamanı gözləyir.
Günəş çıxanda Allaha deyir: İlahi, nə vaxt olacaq ki, mən çıxanda İmam Zamanın gəlişini görəcəm. Günəş axşama qədər dayanır, gözləyir. O hesab eləmə ki, ancaq sənə nur verir. O nur verməklə yanaşı o gözləyir. Axşam oldu, batmağa az qalmış. Allah, nə oldu? Gəlmədi ki, ümidlə batır. Allah, batıram, İnşallah çıxanda İmam Zamanı görərəm. Günəş ümidlə batır, ümidlə çıxır. Nurunu da intizarla verir insanlara. Ay da belədir. Ay da çıxanda deyir, ay Allah, nə olaydı? Çıxaydım, görərdim, yer üzündə İmam Zaman gəlib haqqı bərpa edir. Amma çıxır görür, yo, zalimlar gənə at oynadılar. Aradan gedəndə, batanda yenə o ümidlə. Batır ki, inşallah axşam gələr, çıxaram, yenə gələrəm, görürəm. Kəbənin kənarında arxasın Kəbəyə söykəmiş İmam gəldi, dünyaya səsləndi. Bütün hər şey var ki, deyir, dərya dalğalanır, Allahdan istəyir. İlahi, icazə ver, dalğalanım, coşun, çağlayım, bu zalim insanları qərq eləyim özümdə. Allah buyurar ki, dayan, səbr elə, döz. Sıldırım qayalar, görmüsünüz? Elə yerlər var ki, dayanıb belə əyri. Adam baxır, deyir ki, az qalacaq, bu dəqiqə aşar. Amma aşmır, dayanıb. Heç baxırsan sağına, soluna, altına, üstünə, görürsən, yox, heç kəs bunu saxlamayıb. Bəs bunu saxlayan kimdir? Bu niyə düşmür? Düşməliydi axı. Allah saxlayır. Amma o qaya Allahdan istəyir. İlahi, nə vaxta qədər mən belə qalacam? Ya məni bir dəfəlik dikət dayanım, ya da icazə ver, düşün mənim altımdan keçən bu zalimların başına da. Allah buyurar ki, dayan, gözlə. Gün gələcək, sən əksinə yalvaracaqsan məndən. Gün gələcək, sən dua eləyəcəksən, ay Allah, məni biraz da çox saxla, bu qızıl dövrün tamaşaçılarından biri də mən olum. O İmam Zaman ağanın gəlib qurduğu cənnət dünyasını görənlərdən biri də mən olum. Hər şey İmam Zamanı səsləyir. Axan çaylar, bütün heyvanlar, bar verən ağaclar, çıxan otlar, hamısı yerin altında, hamısı İmam Zaman gözləyir. Quran-ı Kərim buyurur, fəntazirun, gözləyin, hamınız gözləyirsiniz. Allah buyurur, inni ma'akum minəl muntəsirin. Mən də sizi ilə gözləyənlərdən. Mən də sizi ilə gözləyirəm. Peyğəmbər buyurur, İmam Zaman gələcək, Allah buyurur, İmam Zaman gələcək, bunlar həqiqətlərdir. Amma bəziləri də gəlib deyirlər ki, yo, necə ola bilər, bu İmam Zaman ağa gəlsin, dünyanı, bu boyda dünyanı, bir dənə ölkədə haqq ədaləti bərpa eləmək çətindir. Bu imam gəlib dünyanı necə ədalətlə dolduracaq? İnanmaqları gəlmir. Dünya necə haqla dolacaq? Bir dəfə bir yerdəydik, bir nəfər sual verdi. Dedi, bu dünya nə cür olacaq ki, haqla dolacaq? Dedim, bu nə cür olub ki, zülmlə dolub? Bu zülmlə necə olub dolub? Zülmlə dola bilir, haqla dola bilmir. Haqqın məgər adamı yoxdur, haqqın dolduranı yoxdur, haqqın pulu yoxdur, haqqın qoşunu yoxdur, haqqın imkanları yoxdur, haqqın 313 adamı olacaq. Nə cür ola bilir ki, bu dəqiqə dünyanı 3 nəfər idarə edir, 313 nəfər idarə edə bilməyəcək? Zülmün 3 nəfəri var, dünyanı idarə edir, oynadır əlində. O yana da fırladır, bir yana da fırladır. Dünyanın əslində 3 yox, 313 adamı olacaq. Onlar dünyanı Allah necə istəyir, o cür idarə edəcəklər. İndi nəsə olsa, ayət namazı boynumuza gələcək, gəlməyəcək, onlar qalsın bir kənara. Amma İmam Zaman ağa gəlib yer üzündə, Quran buyurur, yevmə tubaddalul ard qayrəl ard. O günkü gün, İmam Zamanın gəldiyi günü deyir, o günkü gün yer üzü başqa yer üzü olacaq. Quran-ı Kərim and içib, vəl asri, and olsun zamana. Hədislərdə var, hansı zamana? Buyurur İmam Zaman ağanın zuhur eləyib, yer üzünü haqla dolduracağı zamana. Allah ona and içib. And içdiyi deyirsən olmayacaq. Allah bu qədər xəbər verib, inanmırlar, amma ona inanırlar. Bunlar hamısı həqiqətlərdir, onların dediyi cəfəngiyatdır. Lazım olsa, İslamda elə bir qüvvə var ki, onları mübahiliyə də çağırar. Demirsən belə, bax, mən də İmam Zamana inanıram. Sən mən deyəni qəbul eləmirsən, mən də sən deyəni qəbul eləmirəm.
İstəyirsən gəl, buyur, bismillah, mübahilə eləyək.